Bilirsən niyə? Bax biz heç kəsi qınaya bilmərik. Səbəb bilirsən nədir? Çünki biz hansı mühitdə böyüdüyümüzü heç kəs bilmir. Mən məsələn, sevgisiz olmayan bir mühitdə böyümüşəm. Məsələn, deyək ki, mənim anam atam bir-birini sevməyib evləniblər və onların arasında olan müharibəni. Görsən bu sənə hal-hazırda yansınır. Sən bəzən Anam atama gəlir, toy da olmayıb. Bu bədbaxt yazıq, yetimi qaçırıb. Qaçırmayıb da istəməyərək nənəmin nəyisi yansın. Anamın anası zorla bu kişiyə verib, atama verib. Neyse, anam gəlib ilk gün yazıq bir stəkan çaydan 5 dənə gəldi yiyib. Sonra sabah atam tutub daima yazır ki, səni bu bacın bir stəkan çaydan 5 dənə gəldi yiyib. Yəni düşür o kadar aç, o kadar Allah cezasını verir. Yəni hem sevgi yoxuymuş bu ilişkidə. Ona görə deyirəm də, məsələn, Vəliza, bizim problem nədə olur? Məsələn, sən də böyümüsən o mühitdə, hal-hazırda insanlar səni qınayır ki, məsələn, deyək ki, bəs o mühitdə böyümüsən deyə belə olmalısan. Başa düşmür ki, bütün insanlar eyni psixologiya, eyni gücə sahib olmur. Sən atava nifrət etmisən deyə ki, o kişiliyə nifrət etmisən deyə bəlkə də hal-hazırda bu obrazı seçmisən, özünü xoşbəxt seçmisən ki, mən hansı bir qadını alıb bədbəxt etməyim deyə o fikrinə də getmisən. Ola bilər bəlkə də içində başqa insansan. Başa düşün nə demək istəyirəm? Bütün insanlar psixoloji olaraq gücə sahib deyirlər. Mən sevgisiz mühitdə böyümüşəm. Biri mənə biraz ucunu göstərən kimi nəysə elə bilirəm məndən ötürü ölür, divanədir. Təslim oluram, sonra uduzuram. Təslim oluram, uduzuram. Təslim oluram, uduzuram. Amma problem insanları qınamamaq lazımdır. Kim necə böyüyüb, nə mühitdə böyüyüb, görsən desən sevgisiz qalmışam. Sən artıq o sevgisizlikdən o qədər nifrət eləmişsən kişi cinsinə qarşı. Ki mən hansı bir qadını elə böyük bədbəxt etməyəcəm. Ona görə də hal-hazırda özümü belə obraz. Sən özünü də belə xoşbəxt aparmaq istəyirsən ki, sən sanki xoşbəxtsən, amma əslində çox gülən insanlar xoşbəxt deyil. Sən özünü belə göstərsən, amma bunun sonunda sən tükənmişlik sindromu da yaşaya bilərsən. Başa düşürsən? Çünki o qədər göstərəcəksən, obraz yollacaqsan, axırda tükənəcəksən. Ona görə Ulaşı da görürəm ki, xasiyyəti deyirəm, mən həqiqətən onu tanımırdım, heç tanımırdım. Deyəndə ki, balıq bürücü bildim ki, bu insan axır belə olacaq. Qızı da sən demə, travmalar verirmiş, incidirmiş. Başa düşdün ki, amma insan dəyişmək istəyir, hamı dəyişmək istəyir. Amma mənə bax, neysə, gəl enerjimizi dağıdaq. Amma Ulaş da səni şiflədim. Yo, mənim xəyalımdakı kişi başqa. Bilirəm, elə bir öz fikrimi, öz düşüncəmi deyirəm. Neysə bir yaraşdırdım, birazcık olsa da belə bir. Çünki sən mədəni danışdın, o da mədəni bir. Ne bilmirəm, bir şiflədim bacı. Mən nə terapeut rolunda olmaq istəyirəm artıq, nə psixolog rolunda olmaq istəyirəm, nə doktor obrazında olmaq istəyirəm ki, xilas eləyim kimsə. Az mənə bax, bir şey deyəcəm, gələcək konuyu danışam. Məsələn, Ulaş sənə desə ki, səndən aşk elan edirəm də, belə bir adım atmaq istəyirəm, nə qərara gələrsən? Necə? Mən heç vaxt da düşünməmişəm. Ümumiyyətlə də hazır cavabım da yox olar yəqin ki, amma heç bu haqda qətiyyən düşünmürəm. Heç ona belə. Mən sarışın, göy göz xəyalımdakı kişi belə obrazdır. Ay Bərizan, özüm qara qız, ənə də ay Allah aşkına, ay aşkım, o göy gözlərdə nə var o sarışınlarda, Markov oxşuyurlar, bir də onların damarları bilinir. Ay heç sevmirəm. Ay o zaman get Rusiyaya, qabıqlı, ay heç sarışınlar mənlik deyil, o qafqar olacaq belə. Yox, ingilislər gözəl olur, İngiliz kişiləri çox gözəl olur.